Salam dəyərli izləyicilər, hər birinizə bir daha xoş gördük. Bu gün artıq Prop Challenge-ımızın 3-cü günündəyik. Əfsuslar olsun ki, bu günləri çox yaxşı videolar çəkməyə hazırlaşırdıq. İşıqlarımız söndü. Əməliyyatlarımızı belə telefonla bağlamışıq. Dünənləri biz 101.716 idi. Bu gün artıq 103.000-dür. Yəni 3 günə artıq 3% artım etmişik. Prop Challenge-ın birinci mərhələsini keçməyinə 5%-imiz qalıb. Gəlin, çox yaxşı video çəkməyə hazırlaşırdım. Əfsuslar olsun ki, belə alındı. 3 əməliyyata daxil olmuşam. İstoriyadan buradan baxa bilərsiniz. Istoriya, yəni tarixçə. Burada dünənlərə video yerləşdirdikdən sonra yaxşı əməliyyatlar oldu. Bu dünənləri ticarət etmişəm, amma hesabatda bugünün hesabatıdır. Sonra 3 dənə əməliyyat, ikisi eyni, biri digər Euro-USD əməliyyatıdır. Burada sizə çox gözəl dərs hazırlayırdım. Gəlin qrafikin üzərində sizə təqdim edim. Bəli. Bizim burada görürsünüz yəqin ki, burada bizim bir giriş nöqtəmiz olub. Bu minus, bu stopu vuran, bəli, burada görürsünüz qırmızı rəng. Burada belə deyim, daxil olduq. Trend xəttinin, lokal trend xəttinin qırılmasından daxil olmuşduq. Qırılma oldu. Biraz belə deyim, xırda time frame-də dəstək verdi və dəstəkdən daxil olduq burada. Daxil olduqdan sonra stopumuzu bura qoyduq. Buradan qırmızı stop olan yerə baxırsınız. Buradan təxminən 1-in 2-yə gəldi. Sadəcə olaraq hədəfimiz 16-20 idi, belə deyim. Buradan gəldi. Dəstək var idi. Dəstəkdən likvidliyi yığdı. Onu da çox uzun izah etmişdim. Əfsuslar olsun ki, orada fitillə qırdı, sonra onu bütöv şamla doldura bilmədi. Bu da bizə çox böyük ehtimal likvidliyin yığılmasına görə getdiyin, belə deyim, aşkar etdi bizə. Sonra belə deyim, alçalan trendə başladı. Biz buna korreksiya da deyə bilərdik. Lakin belə deyim, burada mən o dəstədə izah edirdim video çəkilişdə birinci. Yox, belə videolar çalışdığım qədər çox çəkəcəm. O videoda dediyim kimi burada biz çıxış etməliydik. Artıq belə deyim, burada xırda bir lokal trendin dəyişilməsini burada hiss edirik. Bax burada. Amma videoda deyirdim ki, biz burada çıxış etmirik və sübut edəcəyik ki, ən minimum ehtimalda bizim giriş nöqtəmizə gələcək. Oradan düzdür, yəni biraz geniş korreksiya edib qalxa bilərdi. Amma elə görürsünüz ki, burada gəldi, stopları yığdı. Yəni likvidliyi götürdü ki, bir daha yuxarı qalxa bilsin. Bazar sizin nəzərinizə çatdırım ki, likvidlikdən likvidliyə doğru hərəkət edir. O da market makerların oyunudur ki, market makerlar bazara daxil ola bilsinlər. Çox başınızı ağrıtmaq istəmirəm. Geniş uzadı danışıb. Sürətli şəkildə keçirəm bugünkü əməliyyatlarımın üzərindən. Buradan gəldi, stopu vurdu. Stopu vurduğuna görə və bu dərs niyyəti ilə stop vuruldu. Ondan sonra biraz riskimi artırdım və qızılda yaxşı bir giriş nöqtəsi əmələ gəldi. Bəli. Yaxşı bir giriş nöqtəsi əmələ gəldi. Burada da gördüyünüz kimi bazara daxil olduq. Buradan sell əməliyyatına daxil olduq. Buradan sell əməliyyatından gedir, stopumuzu vurur. Sonradan buradan bir daha sell əməliyyatına daxil olduq. Sell əməliyyatına daxil olduqdan sonra burada take profitimizi götürürük. Burada stopumuz yox, əstəğfurullah. Yəni riskimiz böyük olduğuna görə, çünki kompensasiya edim, Prop Challenge-da minusa düşməyəm deyənə, riskimiz burada böyük idi artıq. Və görürsünüz ki, 2 lotla sell əməliyyata girmişəm və ümumi 3 gün ərzində 3000 profitimiz oldu
və həftəmizi 3% profitlə, yəni biz 3-cü gündür artıq Prop Challenge-a başlamışıq və 3 günə 3% profitlə həftəmizi sonlandırırıq. Hər birinizə xoş, gözəl həftə arzu edirəm və ümid edirəm ki, yaxşı dincələrsiniz. İnşallah birinci gün yenə də davam edəcək bir yerdə. Hər birinizə təşəkkür edirəm.